Bərabərsizliklər mövzusuna dair ev tapşırığının izahı. Sual 1. Dəyişəni hərflə işarə edin və fikirlərə uyğun bərabərsizliyi yazın. Dəyişənin situasiyaya uyğun ala biləcəyi bir neçə tam ədədi göstərin, həlli ədəd oxunda təsvir edin. A bəndi. Balıq məhsulu -12 dərəcə Selsidən yuxarı olmayan temperaturda saxlanılmalıdır. Balıq məhsulunun saxlanıldığı temperaturu bir T ilə işarə etsək, deməli, T ya -12-yə bərabər, ya da ondan kiçik olmalıdır. Gəlin buna uyğun bərabərsizliyi yazaq. T kiçikdir və ya bərabərdir -12. Gəlin bu bərabərsizliyin həllini ədəd oxu üzərində göstərək. -12 və ondan kiçik ədədlər. Bu bərabərsizliyi ödəyən bir neçə tam ədədi nümunə göstərsək, -13, -14, -15 və s. B bəndi. Oturacağı 6 sm olan bərabər yanlı üçbucağın perimetri 18 sm-dən böyükdür. Gəlin bir bərabər yanlı üçbucaq çəkək. Bu üçbucağın oturacağı 6, yan tərəflərin hər birinə də A desəm, onda perimetri A üstəgəl A üstəgəl 6, yəni 2A üstəgəl 6 şəklində olar. Və şərtdən bizə deyildiyi kimi perimetr 18-dən böyük olmalıdır. Onu da yazacağım, bu ifadə böyükdür 18. Bərabərsizlikdən gördüyümüz kimi A-nın 6-dan böyük istənilən qiyməti bu bərabərsizliyin həllidir. Gəlin bunu ədəd oxu üzərində göstərək. Və bu bərabərsizliyə nümunə bir neçə tam ədədi desək, 7, 8, 9 və s. ola bilər. C bəndi. Boş səbətin kütləsi 1 kiloqramdır. Alma ilə dolu səbətin kütləsi 9 kiloqramdan az deyil. Almanın kütləsini X ilə işarə etsək, alma ilə dolu səbətin kütləsi X üstəgəl 1 olacaq. Və şərtdən göründüyü kimi, alma ilə dolu səbətin kütləsi 9 kiloqramdan az deyil. Onu da yazacağım. X üstəgəl 1 böyükdür və ya bərabərdir 9. Deməli, X-in 8 və 8-dən böyük istənilən qiyməti bu bərabərsizliyin həllidir. Gəlin bərabərsizliyin həllini ədəd oxu üzərində göstərək. 8 və 8-dən böyük ədədlər. Bir neçə tam ədədi nümunə göstərsək, 8, 9, 10 və s. ola bilər. Sual 2. Dəyişənin verilmiş qiymətlərindən bərabərsizliyi ödəyənləri seçin. Gəlin verilmiş qiymətləri bərabərsizlikdə yerinə qoymaqla həmin bu bərabərsizliyi ödəyib ödəmədiyini yoxlayaq. 2 vurulsun -4 üstəgəl 1 bərabərdir -7. -7 -3-dən böyük deyil. Deməli, -4 bərabərsizliyi ödənir. 2 vurulsun -3 üstəgəl 1 bərabərdir -5. -5 də -3-dən böyük olmadığına görə bərabərsizliyi ödənir. 2 vurulsun -2 üstəgəl 1 bərabərdir -3. -3 də -3-ə bərabər olduğundan bu da bərabərsizliyi ödəmir. -1-i qoyaq. 2 vurulsun -1 üstəgəl 1 bərabərdir -1. -1 -3-dən böyük olduğuna görə bərabərsizliyi ödəyəcək. İndi 0-ı qoyaq. 2 vur 0 üstəgəl 1 bərabərdir 1. Həqiqətən 1 də -3-dən böyük olduğuna görə bərabərsizliyi ödəyəcək. Son olaraq 1-i qoyaq. 2 vur 1 üstəgəl 1 bərabərdir 3. 3 də -3-dən böyük olduğuna görə bərabərsizliyi ödəyəcək. Deməli, verilmiş ədədlərdən -1, 0 və 1 bərabərsizliyi ödədi. Sual 3. Bərabərsizliyi ödəyən ən böyük tam ədədi tapın. Həlli ədəd oxunda təsvir edin. Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd müəyyən edin. X kiçikdir bərabərdir 1,5. Ədəd oxunda 1,5 və ondan solda yerləşən bütün ədədlər X kiçikdir bərabərdir 1,5 bərabərsizliyinin həllidir. Gəlin göstərək.
1,5 və ondan solda yerləşən ədədlər. Bu aralıqdakı ən böyük tam ədəd isə ədəd oxundan gördüyümüz kimi 1-dir. Və bizdən bu bərabərsizliyi ödəməyən hər hansı 2 tam ədədi soruşur. Göründüyü kimi 1,5-dən sağda yerləşən ixtiyari tam ədəd bu bərabərsizliyi ödəmir. Məsələn, 3, 4 və s.